Çünki bu avtomobil mənim gözümdə tam bir Matrix'dir. Millət, videomuzun əvvəlində Matrix söhbət elədim. Niyə görə? Açıqlamasını verim. Əlimdə gördüyünüz kimi qara və ağ rəngdə pult var. Tam şarjla mı desək, tam çənlə mi desək, ən uzun məsafəyə gedən bir avtomobildir. Çünki avtomobilimiz tam şarjla, hər şey full olanda 1307 kilometr, yəni kitabında yazılıb ki, gedir 1000-dən yuxarı olmağı artıq mənim qəlbimi fəth etdi sözün əsl mənasında. Avtomobilimiz təbii ki plug-in hibriddir. Çünki bu kilometrajlara təbii ki bir hibridin köməyi ilə biz çata bilirik. Bu gördüyünüz şəhər içi sedan 307 at gücündədir. Zarafat deyil. Yəni arxa bagajımız tamamilə avtomatikləşdirilmişdir. Bir də bunun axıcılığına baxın siz. Məsəl üçün light, sound, car assistant, car key. Masaj da qoşmuşam. Qəşəng masaj oluna avtomobil idarə edirəm. Çox gözəl bir hissdir. Bu hibrid texnologiyasını tapdılar, qardaş. Nəyə yerləşdirirlər, avtomobil çox qəşəng sürətlənir. Yəni 100 neçə hara? 307 hara. Bildiyimiz romantika. Pozum romantikanı.